Salam aleykum. Deməli, natrium sulfat vur NH2O. Biz bunun mol miqdarını bilmirik. Və kütləsi 161-dir, yəni 142 nü üstəgəl 18 nün bərabərdir 161. Natrium sulfatın suda məhlul elektroliz zamanı dedik ki, duza heç nə olmur. Su elektroliz edəcək. Bu zaman katodda 2 mol qaz alınıb. Bu zaman 36 qram su buranı tərk eləyəcək. Su nə qədər idi burada? 230 var idi. Həmçinin burada da 18 nün var idi. Və buranı 36 qram su tərk elədi. Və bu su oldu, su. Elektrolizdən sonra mı oldu? Su. Və burada biz görürük ki, duz nə qədərdir? Həmin bu hissədə 142 nü. Baxın, duz natrium sulfatdır. 142-dir, qarşısında da nü var. 142 nü. Bu duz 230 üstəgəl 18 nün minus 36 qram suda həll olur. Həll olma əmsalı 250 qram bölü litr nə deməkdir? 1000 qram su suyun altından yazıram. 250-ni də duzun altından yazıram. Bir daha təkrar edirəm. Burada natrium sulfat vur NH2O-dur. Qabağına nü yazdım. Oldu 142 nü üstəgəl 18 nün bərabər 161 və ora 230 qram su da əlavə olunubdur. Və elektroliz zamanı katodda 2 mol qaz alınıb, su elektroliz elədi. 2 H2O 2 hidrogen üstəgəl oksigen. Bu zaman katodda 2 mol qaz ayrılanda 36 qram su tərk eli. Su da nə qədər idi? 230, baxın burada idi. Baxın, dairə almışam. 18 nün də kristal hidratın tərkibində idi. 230 plus 18 nün su var idi. Oranı da elektroliz zamanı 36 qram su tərk elədi. Duz 142 nü. Sudakı 230 üstəgəl 18 nün minus 36. Bir daha təkrar edirəm. Duz 142 nü. Və suda 230 üstəgəl 18 nün minus 36-dır. Həll olunma əmsalda 250 qram bölü litr. Nə deməkdir? 1000 qram suda 250 qram maddə həll olur. Buradan 140, buradan yazaq. 142 nün bərabərdir. Deməli, artıq yəni biz bunu tənasib qurandan sonra bununla bu gedir ixtisara. Burada qalır 0,25. 0,25'i vururuq. 230 üstəgəl 18 nün minus 36'ya eləyir 4,5 nün üstəgəl 48,5'ə. Artıq biz buradan da bunu müəyyən etdik. Daha sonra burada buranı görürsünüz. Burada deməli 18 nün bərabərdir 161 çıx 142 nüdür görürsünüz. Buradan deməli biz 4,5 əldə eləmək üçün hamısını 4'ə bölürük. 18'i 4'ə bölürük. Yəni hamısını eləyir 4,5 nün bərabərdir 40,25. 161'i böləndə də bu da 35,5 nüdür. Və gətirib 4,5 nün'i burada yerinə yazacağıq. 142 nün qalır yerində. 4,5 nün'in yerinə 40,25 çıxılsın 35,5 nün. Burada plus 48,5 da var. 177,5 nün bərabərdir 88,75 nün də buradan 0,5'ə bərabərdir. Sonra artıq biz tapdıq ki, nün nəyə bərabər oldu? 0,5'ə. Daha sonra yuxarıda burada yerinə yazırıq. 142 vurulsun nünün yerinə 0,5. Üstəgəl 18 vurulsun nünün yerinə 0,5. Burada n də var. 161. Buradan deməli n 10'a bərabərdir. Bir də 140'in deməli 0,5'ə vuranda 71 eləyir. 161'dən çıxıram. Bölürəm 18'ə, bölürəm 0,5'ə. Buradan n 10'a bərabərdir. Biz müəyyən elədik ki, n 10'a bərabərdir və formul natrium 2 SO4 vurulsun 10H2O olacaqdır.
Və burada 28-ci sualı yazıb duzun doymuş məhlulda kütlə payı. Burada yazıb ki, elektrolizin baş verdiyi temperaturda natrium sulfatının həll olunma əmsalı 250 qram bölü litrdir. 250 qram bölü litr nə deməkdir? Həll olan 250 su 1000'dir. Onda məhlul 1250'dir və kütlə payı 250 bölünsün 1250 vur 100. 250 bölünsün 1250 vur 100. Bu da 20% eləyəcək. Yəni burada 28-ci suala cavab belə olacaq. 29-cu sualı deyir ki, cavab fərəqində T1 və T2 zamanlarında məhlulda duzun kütləsinin zamandan asılılığı. Biz dedik ki, bayaqlarım nünü biz 0,5 tapdıq. Eni də biz buradan 10 tapdıq. Yəni 0,5. Məsələn, bura baxın, bunu görürsünüz bu hissəni. Burada nünün yerinə 0,5 yazıram. Natrium SO4 vurulsun 10 H2O-dur. Bu 142-də 0,5'e vuranda bu 71 olubdu əvvəl. 71 qram olubdu. Daha sonra deyir burada 30,5 qram yazıb ki, bu zaman qabın dibinə çökən duzu süzərək məhluldan ayırıb kütləsinin 30,5 olduğunu müəyyənlə. Yəni 71'in 30,5'i çökübdür. Yəni 71'in 30,5'i çökübdür. Nə qədər qalıbdır? 71 çıxılsın 30,5, 40,5 qalıb. 40,5. Yəni bu 71'dən 40,5'ə deməli enibdir. Yəni bu şəkildə yazacağıq bunu qrafik olaraq. Deməli indi burada biz tapdıq ki, natrium sulfat vur deməli NH2O, burada nü yazmışdıq. Biz nünü tapdıq 0,5. Bu natrium sulfat vurulsun 10 H2O idi və təbii ki, burada duz 71 idi. 71'in deməli 30,5'i getdi. 71 çıx 30,5. Bayaq da qrafikdə göstərdik. 40,5 qram sonda deməli həll olan olubdur. Yəni 30,5'i çökübdür. Bu həll olandır. Həmçinin su nə qədər idi? 0,5 vurulsun deməli 180, 90 qram. Bu da 230 qram. Bu da eləyir 90 üstə gəl 230, 320 qramda su lap əvvəldə var idi. İndi su elektroliz elədi. Əvvəlcə deməli katodda 2 mol, ondan sonra da 4,5 A mol hidrogen alındı. Bura yazıram 2 mol. Bura M yazaq, burada 36 yazaq. Bundan bu getdi ixtisara 18. M də buradan bərabərdir. 36 üstə gələk 18'i vururam 4,5'ə. Eli 81 A su buxarlandı və su nə qədər qaldı? 320 çıx 36 çıx 81 A. Bu da 320'dən 36 çıxanda 284 çıx 81 A qaldı. İndi bu 40,5 uyğundur 284 çıx 81 A suya. Burada yazıb ki T2 temperaturunda, yəni yazıb ki elektrolizin baş verdiyi temperaturda natrium sulfatının həll olunma əmsalı 250 qram bölü litrdir. Və elektroliz müddətində həll olunma əmsalı dəyişməyib. Yəni ki 1000 qram suda 250 qram qalır. 40,5'i vururam 1000'ə, bölürəm 250'yə, 162 eləyir. 284 çıx 81 A bərabərdir 162'yə. 284'dən çıxıram 162'ni, bölürəm 81'ə. Bu eləyir deməli təqribi 1,5, yəni A. Yəni 2'yə bərabər götürə bilərik. Yəni buradan tapdıq ki A 2'yə bərabərdir və 1,5 yaza bilərik. Daha sonra burada yazıb ki, deməli elektroliz bitəndən sonra alınmış məhlulda sulfat ionunun tamamen çöktürmək üçün lazım olan 0,2 mol bölü litr qatlı barium klorki məhlulunun həcmi. Ümumiyyətlə, burada biz nə fikir verməliyik? Sonda 40,5 qalmışdı da həll olan natrium sulfat. 40,5 bunu mola çevirək, bölürük deməli bunu 142'yə. 40,5 bölü 142 bu təqribi eləyir 0,285. Yəni bu şəkildə eləyir. Təqribən bu qədər eləyir. Bu bunun nə idi?
moludur. İndi biz reaksiyanın tənliyini yazaq. Natrium sulfat üstə gəlib barium xlor 2 əmələ gəlir barium sulfat natrium xlor. Bu 0,285-dirsə, bunlar 1-ə 1 nisbətində, bu da mol olaraq 0,285 olur. Bizdən də həcmi soruşur. Deməli, C bərabərdir nü böl V, V bərabərdir nü böl C, yəni 0,285-i bölürəm burada qatlığa 0,2-yə. Bu da gəlib deməli, yəni millitrdən soruşduğuna görə bu 1,42 alınacaq. Belə deyək də, məsəl üçün də bu qədər təqribən. Bunu da biz indi vursaq, yəni təqribən belə alınır. Yəni 0,285-i bölürəm 0,2-yə 1,425 alınır. Bunu da litrlə də millitrə çevirmək üçün bunu minə vurmaq lazımdır. Bunu minə vuranda eləyəcəkdir deməli 1425.